Esselamu Aleyküm izləyicilər. Bu video dəstə ayn hərfi haqqında məlumat verəcəm. Ərəb əlifbasının 18-ci hərfi ayn hərfidir. Bu hərfin məxrəci, yəni çıxış yeri hə hərfi ilə demək olar ki, yaxındır. Belə ki, bu hərf boğazın ortası xəfif şəkildə sıxılaraq tələffüz edilir. Azərbaycan dilində bu səsin qarşılığı yoxdur. Ə və A səslərinin qarşılığı və incə formasıdır. Səslənməsini nəzərə salaq. Ayn, ayn. Xatırladaq ki, bəzi insanlar bu hərfi əyn, bəziləri isə ayn şəklində tələffüz edir. Bu yanlışdır. Mütləq burada ə və A səsləri qarşıq formada tələffüz edilməlidir. Hətta bu hərfin tələffüzünü məşq etmək üçün ə-a ardıcıl deyərək daha sonra ayn şəklində, yəni öyrəşdirə bilərsiniz özünüzü. Ekranda bu hərfin müstəqil kəlmənin əvvəlində, ortasında və sonunda yazış formasını görürsünüz. Gəlin praktiki olaraq yazaq bu hərfin müxtəlif formalarını. İlk öncə müstəqil formasını yazmağa çalışaq. Burada ayn hərfi təxminən E hərfinə bənzər yazılışı, yəni bizim dilimizdə olan. Fərq bundan ibarətdir ki, yəni aşağı hissəsi bir qədər yuxarı hissəsindən daha böyük yazılır. Bir daha yazaq. Kəlmənin əvvəlində olan yazış formasını yazaq. Kəlmənin əvvəlində bu formada yazılır. Kəlmənin ortasında isə bu formada yazılır. Deməli, ilk öncə sağ tərəfdən çıxıntı veririk, daha sonra üçbucaq formasında çəkib, daha sonra sol tərəfə çıxıntı veririk. Bir daha yazıram. Kəlmənin sonunda isə deməli, yenə sağdan çıxınta veririk və üçbucaq şəklində çəkdikdən sonra düz xət formasında uzatmırıq. Elə müstəqil formadakı kimi, yəni aşağı hissədəki kimi yazırıq. Çıxıntı verdik, üçbucaq və daha sonra müstəqil formasındakı kimi davam elədik. Bəzi ərəb dil mətnlərində görəcəksiniz, bu hərfin içərisi, yəni belə dolu vəziyyətdə görəcəksiniz. Yəni bilin ki, bu ayn hərfidir. Yəni bəzi ərəb dil mətnlərdə bu formada rast gələ bilərsiniz bu hərfə. Belə siz də bu hərfin müxtəlif yazı formalarını ən azı bir sətir yazaraq məşq edin. Çünki yazmaq zəhində bunların daha yaxşı yadda saxlanılmasına kömək edəcəkdir Allahın izni ilə. Bu qədər. Esselamu Aleyküm.